Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün dekabrın 19-udur və dekabrın 20-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti olacaq. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, bəzi yerlərdə isə arabir duman olacağı və şərq küləyi əsəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 7-12 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz isə 2-7 dərəcə isti olacağı proqnozlaşdırılır.